Maştağanın Çiləgil qəsəbə sakinləri yeni tikdikləri evlərinə qaz xətti çəkdirmək istədilər, amma aldandılar. Bax bu gördüyünüz qaz turbalarını Azərqazın işçiləri və İstismar İdarəsindən Abbas Əliyev adlı şəxs çəkiblər buranı, sonra Abbası tutdular. Qazın təzə rəisi gəlib qazı kəsib ki, qanunsuzdur. Bunun layihəsi yoxdur, kəsirəm oradan. Sayğacın olmağına baxmayaraq. Oradakının layihəsi yoxdur, mən turbanı kəsirəm. Hər sayğacada qonşular başı yığıldı, 1500 manatdan sayğacın birinə 1500 manatdan pul ödədik. Pilusdakı xəttin çəkilməyinə 7000 manat əlavə pul vəsait istədilər. Biz də ki, Abbas da gələndə ki, dedi ki, müdiriyyət göndərir bizi, belə vəsait verilməlidir. Biz də ki, həmən o vəsaiti yığıb Abbas adlı şəxsə vermişik. Azərqaz İstehsalat Birliyi əməkdaşları dəfələrlə həmin əraziyə verilən qazın verilişini dayandırıblar, sayğacları götürüblər, lakin sakinlər yenə də müxtəlif variantlarla həmin xəttləri bərpa edib qanunsuz olaraq qazdan istifadə edir. O ki qaldı ərazidə yaşayan sakinlərdən hansısa bir məbləğin tələb olunması, yığılması məsələsinə söz gedən şəxs adında Azərqaz İstehsalat Birliyinin əməkdaşı olmayıb və yəni hansısa bir variantlarla, bəhanələrlə sakinləri aldadıb pul tələb edən, pul alan şəxslə bağlı Azərqaz İstehsalat Birliyinin heç bir məsuliyyət yükü yoxdur.